Barcelona Valencia 6-0. Barcelona ağ rəngdə forma geyinən rəqib görəndə artıq avtomatik olaraq beyni çönür. Sizcə bu ötən mövsümkü ssenarini bizə xatırladır yoxsa yox? Eynən ötən mövsümdə komanda ilk 3 oyunda bir o qədər də yaxşı futbol oynamırdı, amma 4-cü oyunda Real Valladolidə qarşı oyunda möhtəşəm performans göstərərək darmadağınla qalib gəlmişdilər. Eynən keçən mövsümkü ssenari ilə gedirik. İlk 3 oyunumuz bərbad, mən bərbad deyəcəm. Bu oyunumuz isə deməyim ki, möhtəşəm, yaxşı idi. Valencia Barcelona ilə son 5 oyunda qapısında 24 top görüb və 4 qol vurub komandamıza. Mən açıq deyəcəm, Valencia ümumiyyətlə futbol oynaya bilmir. Belə komandalara qarşı oyunlarda komandanın dəyərini aşağılayıb və yaxud yüksəklərə qaldırmayın. Hal-hazırda bəli, komandamız qalib gəldi. Möhtəşəm qalibiyyətdir, gözəl, böyük hesablı qalibiyyət. Bütün hücum xətti demək olar fərqləndi bu oyunda. Amma belə rəqiblərə qarşı komandaya dəyər vermək olmaz. Çünki Valencia Barcelonaya qarşı heç nə edə bilmədi. Adamlar qapıya cəmi bir zərbə indirdilər. O da oyunun sonundaydı və o zərbəni zərbə belə qeyd etmək düzgün deyil. Yəni Juan Garcia tərləmədi belə bu oyunda.